Bismillahirrahmanirrahim. Bildiyiniz kimi biz Hicri təqviminin ilk ayı olan Muharram ayına daxil olduq və bu ay haram olan 4 aylardan biridir. Hansı ki, həmin bu aylarda günah eləyəndə başqa aylara nisbətən daha böyük günah yazılır. Və həmçinin Muharram ayı İslam tarixində bir çox mühüm hadisələrlə yadda qalmışdır. Onlardan biri Aşura günüdür. Aşura günündə Allah Taala Musa və onun qövmünü zalim və özünün Allah olduğunu iddia edən Fironun zülmündən xilas etmişdir. Və bəzi rəvayətlərdə gəlir ki, Allah Taala Adəm əleyhissalamın tövbəsini də bu gündə qəbul eləyib və Allah Taala Nuh əleyhissalamın gəmisini də bu gündə xilas eləyib. Həmçinin Yusuf əleyhissalamı quyudan və həmçinin İbrahim əleyhissalamı oddan bu gündə xilas edib. Ancaq bu rəvayətlərin heç biri səhih deyil. Səhih olan Musa əleyhissalamın rəvayətidir ki, Allah Taala bu gündə Musa əleyhissalamı və onun qövmünü zalim Fironun əlindən xilas edib. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Mədiniyə gəldikdə Yahudilərin oruç tutmağını görür və səbəbini soruşur ki, siz nəyə görə oruç tutursunuz? Onlar bunu şükür əlaməti olaraq Musanı Allah Taala Musanı Fironun zülmündən qurtardığına görə şükür əlaməti olaraq oruç tutduqlarını bəyan edirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, biz Musaya sizdən daha yaxınıq və sahabələrinə həmin gündə, Aşura günündə oruç tutmağı əmr edir. Və burada da orucun 3 mərtəbəsi var. Ən yaxşı, ən fəzilətli olan Aşura günündən bir gün əvvəl Aşura gününün özü də daxil olmaqla Aşura günündən sonra da 3 gün oruç tutmaqdır. İkincisi, Aşura günü ilə yanaşı ya bir gün əvvəl ya da bir gün sonra oruç tutmaqdır. Üçüncüsü isə ən zəif dərəcəsi isə ancaq Aşura günü oruç tutmaqdır. Yəni hər bir müsəlman yaxşı olar ki, bu faydalı gündən bu günü faydalı olaraq keçirsin. Həmçinin Allah Taala Muharram ayında Peyğəmbər sallallahu aleyhi və səlləmin doğulduğu ildə 571-ci ildə Muharram ayında Əbraha Yəməndən Həbəşistanda olan Əbraha qoşunu ilə Məkkəni dağıtmağa gəlir və Allah Taala Əbrahanı və onun qoşununu balaca quşlar göndərməklə Məkkəni qoruyur və Məkkə əhlini xilas edir. Və həmin bu fil hadisəsi də məhz bu gündə Muharram ayında baş vermişdir. Həmçinin Muharram ayında baş verən mühüm hadisələrdən də biri Hicrətin 7-ci ilində müsəlmanlar Hüdeybiyyə sülhündən qayıdarkən Yahudilərin onlara, müsəlmanlara xainliyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm ordusunu Xeybərə, onların üzərinə göndərir və müsəlmanlar böyük qələbə ilə geri dönürlər. Həmin o Xeybər döyüşü də məhz Muharram ayında baş vermişdir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin ölümündən sonra Ömər ibn Xəttab xəlifə olduğu dövrdə Hicrətin 17-ci ilində böyük sahabələri yığaraq məşvərət edir və belə qərara gəlir ki, müsəlmanların özünün təqvimi olsun, yəni İslam təqvimi olsun. Və məşvərət nəticəsində belə qərara gəlirlər ki, məhz Peyğəmbər sallallahu aleyhi və səlləmin Mədiniyə hicrət eləməsi ilə təqvimi başlasınlar, İslam təqvimini başlasınlar və ilk ay olaraq da Muharram ayı seçilir, Muharram ayı təyin edilir. Həmçinin Muharram ayında baş verən böyük hadisələrdən də biri Hicrətin 18-ci ilində Şam torpaqlarında taun, vəba xəstəliyinin yayılması olur və həmin o xəstəlik nəticəsində çoxlu müsəlmanlar vəfat edirlər. İnşallah ki, şəhid olurlar. Onların arasında da bir çox sahabələr olur və onların arasında böyük sahabələrdən biri olan, halal və haramı ən çox bilən Muaz bin Cəbəl radiyallahu anhu da şəhid olur, vəfat edir. İnşallah şəhidlərdəndir. Və həmçinin Muharram ayında baş verən mühüm hadisələrdən də biri Peyğəmbər sallallahu aleyhi və səlləmin sevimli nəvəsi Hüseyn radiyallahu anhunun məzlum olaraq şəhid edilməsidir. Və Hüseyn radiyallahu anhu da şəhidlik məqamına çatsa da bu İslam ümməti üçün böyük bir faciə olur. Və o da ki, Hicrətin 61-ci ilində bu hadisə Hicrətin 61-ci ilində baş verir. Allah subhanahu teala'dan istəyirəm ki, bizi eşidib faydalananlardan eləsin. Və sallallahu aleyhi və Muhammed.